Daha sonra Səlim gəlir. Səlim kimdir? Səlim də, İsmətin qardaşıdır. Deməli, İsmətin qardaşıdır. İndi gəlin bunlar arasında olan dialoqa baxaq. Deməli, Səlim deyir ki, İsmət, söylə Qanpoladdan nə xoş xəbər var? Nə yazmış, nə etmiş? İsmət də deyir ki, bilmirəm. Hə, İsmət də deyir ki, bilmirəm. Səlim, Səlma nerdə? İsmət, qonşuya getmiş. Niyə? İsmət, məktubdan bir xəbər bilməyə. Səlim, fəqət bir təlaş var sənin üzündə. Yəni Səlim həmin dəqiqə İsmətin təlaşlı olduğunu anlayır. İsmət, necə təlaş? Səlim, işdəsən, işdə çöhrən. Səndə biraz iş var. Məndən deyir gizləyirsən. İsmət, inan ki, yox. Burada heç bir gizli iş yoxdur. Səlim, peki. Səbəb nədir ki, deyir, elə rəngin qaçmış? İsmət, keçən gecə bir xeyli fikrə daldım. Düşündüm, uyğusuz qaldım. Odur ki, bəndə qalmamış bətbəniz. Deməli, səbəb olaraq nə deyir? Deyir, keçən gecə bir xeyli düşünmüşəm, yuxusuz qalmışam. Ona görə deyir, mənim deyir, bətbənizim belə bu rəngdədir. Əslində bu türk dilindədir. Fikirləşirəm ki, türk dilini anlayırsınız. Ona görə elə olduğu kimi oxumağa üstünlük verirəm ki, həm də yadınızda qalsın. Səlim, xeyr, bu uydurma bir sözdür deyir. Yalnız, yəni yalan deyir bir sözdür. İsmət, ah neyləyim qardaşım, Qanpoladsız günüm bir yıl keçər. Bir nişanlı qız harda görülmüş deyir belə qayğı çəksin. Bir il başdan başa göz yola diksin. Allah üçün söylə, haqsız mıyım? Deməli ilk öncə İsmət deyir ki, mən yuxusuz qalmışam, fikirləşmişəm. Ona görə deyir bu vəziyyətdəyəm. Sonra görür yox, Səlim inanmır. Deyir ki, bəs neyniyim deyir. Mənim hər günüm bir il kimi keçir də. Yəni mən Qanpoladsız qalmışam. Harda görünüm ki, deyir bir nişanlı qız belə bir qayğı çəksin. Səlim, İsmətin qolundan tutub çəkərək gəl. Uşaq olma. İsmət, sən get. Aha, artıq burada xəncər düşür yerə. Səlim, ah, bu bir hansı xəncərdir? O Orxan vermiş də İsmətə ki, al bunu mənim bu xəncərlə öldü. İsmət sonra atır yerə ki, gəl götür. Sonra unudur gedir onu. Orxan unudur gedir xəncəri. Ondan sonra İsmət həmin xəncəri götürür. Belə həmin xəncərdir. Görür qardaşı gəlir, götürür gizləmişdi. Səlim, işdə əngəl. Xəncəri yerdən alaraq, İsmət, bu nə xəncər, bu nə xəncərdir yanında? Bu əjdər nə? Saxlamışsın qoynunda. Deməli, xəncərə nə deyirlər burada? Əjdər deyirlər. İsmət, indi buradan deyir keçərkən yerdə buldum. Merak etdim kimindir deyə aldım. Yenə yalan söz deyir, fikir versiniz. Səlim, mən səni bir deyir doğru qız zənn eləyirdim. Səndəki aldatmaqda varmış. İsmət, Səlim, inan ki, heç bir sözümdə deyir xilaf yoxdur, yəni yalan yoxdur. Mən deyir heç yalan da bilmirəm. Səlim qızğın şəkildə, əsəbi şəkildə istəməz deyir başqa deyir söz istəmirəm. Söylə, açıq söylə, hər nə var söylə, doğru söylə. İsmət təəccüblü şəkildə deməli İsmət şaşırma böyle. Daha doğrusu deyir İsmət. Yəni şaşırma böyle. Belə deyir təəccüblü qalma. İsmət kəndisi. Allah Allah. Bir bəla deyir tuş oldum. Səlim. İsmət inan. Qaldım şübhə içində. Cavab ver, sonra get. Bir iş var səndə, İsmət. Səlim vazgeç, bırak artık. Səlim, İsmət. Heç olmaz. İsmət sinirli bir şəkildə Allah İsməti deyir öldürsün. Səlimin əlindən qurtulub düşüncəli bir halda evə doğru gedir. Səlim də deməli öz-özünə ah deyir qurnaz. Bax nə qədər mahir nasıl şivəbaz. Bir iş var, ancaq sakınır qızcığaz. Sir vermək istəməz, açmaz ağzını. Xeyr, bu halda mən görmədim onu. Yəni inanmır. Yəni bu İsmətin dediyi yalanlara da inanmır. Yəni onu burada görürsüz deyir ki, səndə deyir bir iş var da, qızcığaz deyir sakınır. Yəni bunu məndən gizlədir. İsmət, nə var? Səlim, sözüm var sana. İsmət, Allahını deyir sevərsən, çıx get bir yana. Səlim,
Gəl bəri İsmət, bəri gəl. İsmət, Səlim get. Səlim İsmətə yaxınlaşaraq getmək deyir asandır, ancaq sən etiraf et, anlat, başından keçəni büsbütün. Yoxsa mən sənə rahat verməyəcəm bugün. Qıymaq mı istiyordun sən kəndini? Səlim elə başa düşür ki, bu xəncərlə özünü öldürmək istəyir. Bu xəncərlə deyir oynamaqda məqsədin nədir? İsmət. Səlim deyir, çıldırdın mı deyir, dəli oldun deyir. Dəli oldun mu? Səlim, evet, çarə bu. Çarə bul. İsmət, bəndə bir şey yox qardaşım, əmin ol. Səlim, kimin bu xəncər, xəbərin yoxmu? İsmət, burada yenə yalandan deyir ki, yox. Səlim, ah bu yalan. Bir söz zəhərli bir ox. Ağzından uçub qəlbimə saplanır. Vücudumda qan coşar, alovlanır. Söylə İsmət. İsmət, yox xəbərim dedim ya. Səlim, öyleysə and iç bitsin bu qavğa. İsmət, nasıl and içməkmi? Bura qədər görürsüz İsmət danırdı da, yəni qəbul eləmək istəmirdi, doğruları söyləmək istəmirdi. Artıq burada deyir ki, onda deyir and iç. Səlim İsmətin yaxasından tutub sirkələyir. Şübhəsiz deyir and içməlisən. İsmət, eyvah, Səlim, söylə İsmət, söylə ki, vallah billah bu xəncərdən heç xəbərim yox mənim. Həm də kimindir bilmirəm əsla. Deyirsən bu sözləri deyən ki, mən sənə inanım da. İsmət, Səlim, bütün dünya dağılsa mən and içmərəm. Deməli İsmət razı olmur and içməyə. Səlim hiddətli. Mən də inan, israrımdan vaz keçməyəcəm. Səlim, Səlim çocuk deyil deyir, hərgiz aldanmaz. Billah de qurtul. Deyirsən and içməsən mən sənə inanmayacağam. İsmət kendisinə ah inatlı qanmaz deyir. And içməsəm susturmaq olmaz onu. And içsəm də olaram deyir Allah düşmanı. Fəqət xeyr, mümkün deyil and içmək. Hər nə varsa açıb söyləyəm gərək deyir. Əgər and içsəm Allah düşmanı olacağam. And içməsəm də deyir Səlimi yəni susturmaq olmayacaq da, əl çəkməyəcəm məndən. Ona görə deyir gərək hər şeyi açıb deyim. Səlim, İsmət söylə nə üçün sustun? İsmət, ah Səlim. Səlim, bəndən qorxma, heç qorxma. İsmət, ah söyləyim qardaşım, ancaq bu sirri bir sən bilməlisən, bir də mən. Deməli şərt qoyur. İsmət Səlimin qarşısında şərt də nə olur? Deyir söyləyəcəm, amma heç kəs bilməsin səndən məndən başqa. İsmət, Səlim İsməti bir tərəfə çəkərək gəl bərim, heç qəm eləmə. İsmət, faş edilsə deyir bu sir, inan ki pek böyük fəlakət verir. Deyir əgər bu sir açığa çıxsa çox böyük bir fəlakət baş verəcək. Səlim, peki anladık söylə artıq. İsmət, şimdi deyir bağçaya çıxmışdım. Orxan göründü. Nasıl Orxan? Bu kim? Hangi Orxan? İsmət, qonşumuz Xanzadə, zəngin bir cavan. Səlim, çox gözəl. Bildim o bizim əhbabdır. Sonra deməli Səlim özü də tanıyır Orxanı. İsmət, gördüm yavaş-yavaş yaxlaşır. Səlim, evet, sonra İsmət, məktubdan, Qampolatdan əhvalat sordu. Cavab verdim. Bir zaman qüvvətindən, varından çox söylədi. Sonra birdən elanı aşk eylədi. Yəni deyir mənə sevdiyini dedi. Gəl qaçalım dedi başqa bir yana. Buradan çıxaq gedək dedi. Səlim, peki cavab vermədinmi sən ona? İsmət, əmin ol, pek gözəl cavablar verdim. Dəfol dedim. Gözlərinə tüpürdüm. Səlim, nəhayət. İsmət, pek çox yalvarıb yakardı, xəncərini qınından çıxardı. Verdi mənə ki, öldür dedi Orxanı, öldür, işgəncədən qurtulsun canım. Burada artıq hər şeyi fikir versiz olduğu kimi qardaşına deyir. Səlim, öyləmi, ah rəzil xain. Peki, nə yapdın sən? İsmət, dedim get miskin, çəkil get dedim, ədəbsiz, həyasız. Sonra çəkildim evə etinasız. Afərin dostumuz, afərin Orxan. Sonra İsmət, evdə gecikdim az bir zaman, çıxdım bir baxdım, ondan yox xəbər, ancaq qalan yadigar bu xəncər. Səlim, heç zərər yox, fəqirlər aciz deyil. Sən bəklə Səlmayı, ondan xəbər bil. Sonra evimizə get. Burada gecikmə. Həm də söz açma bu işdən heç kimə. İsmət, insan kəndinə heç eylərmi rüsva deyir, yəni heç onsuz da mən bunu heç kəsə demərəm də, yəni insan heç özünü rüsva eləyər. Deməli, İsmət bu sirləri qardaşına deməmişdən öncə demişdi, bunu heç kəsə demə. Elə Səlim də onu təsdiqləyir də, yəni deyir ki, bu haqda heç kəsə danışma. Səlim, haydi get evdə, bəklə, burada durma. Səlman deyir, bəklə. İsmət, peki,
İtaət borcumdur qardaşım. Evə doğru gedərək kəndi kəndinə ah nələr çəkəcək ağrımaz başım. Sanki İsmətin artıq xəbəri var olacaqlardan. Səlim kəndi kəndinə hiddətlə Orxan istər xain olsun, istər sultan. Haqsızlıq əfv olunmaz heç bir zaman. Şimdi yalnız bulub gizli bir yerdə anlatırım həddini bir xəncərdə. Orxanın xəncərinə diqqətlə baxaraq gerçəkdən pek kəskin silahdır yenə. Ən nəhayət qismət olsun kəndinə. Çox deyir kəskin bir silahdır, elə özünə deyir qismət olsun. Bir də dostu əyri baxan azğınlar eşitsinlər də qoy ibrət alsınlar. Burada Səlim artıq qərarlaşdırır ki, yəni Orxandan qisas alacaq da. Yəni bu elədiyi hərəkətinə görə deməli ondan hesab soruşacaqdı. Xəncəri qoltuğunda gizlər, ətrafına baxaraq uzaqlaşır. Sonra Orxan və İzzət ağaclıqdan çıxar. Orxan və İzzət də elə ağaclıqda hələ də durub gözləyirdilər. Səlim oradan çıxanda onlar ağaclıqdan çıxıb xəbərləri olur Səlimin oradan çıxdığından. Orxan, o da alev saçıyor qəhrəman Səlim. Eyvah, demək son nəfəsimdir mənim. Səlimin getdiyi tərəfə baxaraq bunu elə bir kinayəli şəkildə deyir, biraz inanmır da. Get bakalım, get ora bul Orxanı. Get, bul sana dost görünən düşmanı. Məhv et, parçala, anlasın həddini. Bundan sonra küçük saymasın səni. Bunu kinayəli şəkildə deyir. Əslində bu dediklərinə inanmır da o. Yəni kinayəli şəkildə deyir. İzzət, düşman hər nə qədər deyir aciz olsa da, məğrur olub küçük sanma Xanzadə. İzzət isə ona məsləhət görür ki, sən deyir düşman nə qədər kiçik olsa da, aciz olsa da, sən onu deyir kiçik sanma. Orxan, sözün doğru, pek doğru, lakin İzzət, kim yigitsə söz onundur nihayət. Heç tələsmə, burada dur şimdi bir də. İtmam-ı höcət eylərim İsmətə. Təklifimi xoş görürsən, nə halı rədd edərsə inan yaşatmam əsla. Yenə də o əvvəldə dediyi söz deyir ki, yəni təklifimi qəbul edilməsə onu yaşatmayacağam. İzzət şaşqın bir halda göstərərək, ah bu gələn kim? Orxan usanmış bir halda Allahın bəlası. Deməli, Səlman nə adlandırır Orxan? Allahın bəlası. İzzət, Səhid kimdir deyilənə kimdir də bu? Orxan Qanpoladın anası. Hər ikisi təkrar ağaclığa çəkilir. Bu sırada İsmət dışarı çıxıb baxınır. Yenə təzədən ağaclıqda gizlənirlər. Səlma gələrək sevinci ilə İsmət qızım, müjdəmi ver, müjdəmi. Bundan sonra gül, sevin, tərk et qəmi. Şükür, çox şükür, sağlam, könlü şad. Bugün, yarın gəlmək üzrə Qanpolad. Yəni bu məktubda yazılmışdı. İsmət kəndisinə